إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Riyad-ı Salihine biz devam edirik. Bab yaxşılığa əmr edib pislikdən çəkindirmək babındayıq. Bu haqda müəllif, yəni İmam Navavi rahimehullah bab açıb, babın adını qoyub ki, yaxşılığa əmr edib pislikdən çəkindirmək. Və bu baba aid ayələr, ona uyğun ayələr zikr edir. Buyurur ki, Allah Teala buyurur ki: "Veltekum minkum ummetun yed'un ila'l hayr ve ya'murun bil ma'ruf ve yenhaun 'anil munkar. Ulaika humul muflihun." Sizin içərinizdən, yəni qoy elə bir ümmət olsun ki, xeyrə çağırsınlar, yaxşılığa əmr edib pislikdən çəkindirsinlər. Və ulaika humul muflihun. Onlar məhz xoşbəxt olanlardır. Başqa ayədə Allah Teala buyurur ki: "Kuntum xayra ummetin uxrijat lin-nas ta'muruna bil ma'ruf ve tenhauna 'anil munkar." Yəni siz ümmətlər içərisində çıxarılan ən xeyirli ümmətsiniz. İnsanlar içərisində çıxarılan ən xeyirli ümmətsiniz. Yaxşılığa əmr edib pislikdən çəkindirirsiniz. Həmçinin başqa ayədə Allah Teala buyurur ki: "Xuzul afwa wa'mur bil urf ve a'rid 'anil cahilin." Sən bağışlanma yolunu tut, yaxşılığı əmr elə və cahillərdən üz döndər. Yəni Allahı tanımayanlardan üz döndər. Başqa ayədə isə Allah Teala buyurur ki: "Vel mu'minun vel mu'minat ba'duhum awliya ba'd." Mömin kişilər və mömin qadınlar bir-birlərinin dostlarıdır. Ya'muruna bil ma'ruf və yenhauna 'anil munkar. Yaxşılığa əmr edib pislikdən çəkindirirlər. Şimdi bu ayələri Şeyx Hüseyin rahimehullah yəni şərh eləyir və birinci olaraq Şeyx Hüseyin rahimehullah babı şərh eləyəcək. Bab o idi ki, yaxşılığa əmr edib pislikdən çəkindirmək. Şeyx Hüseyin rahimehullah deyir ki, bu yaxşılıq nəyə deyilir? Yaxşılıq şəriətin yaxşı gördüyü hər bir şey, şəriətin təsdiqlədiyi hər bir şey, şəriətin əmr etdiyi hər bir şey və şəriətin təsdiqlədiyi hər bir şey nə sayılır? Yaxşı əməl sayılır. İstəyir söz tərəfdən olan ibadətlər olsun, istəyir əməl tərəfdən olan ibadətlər olsun, zahiri və batini. Hamısı nə sayılır? Hamısı məruf sayılır. Yəni şəriətimizdə yəni yaxşı işlərdən sayılır. Münkər isə nədir? Münkər şəriətin inkar etdiyi hər bir şey və ya şəriətin qadağan etdiyi hər bir şey. Bütün asilik növləri, küfür, fasiklik, yəni üsyan, yalan, qeybət, xəbər gəzdirmək, bu kimi şeylər, bunlar hamısı şəriətin qadağan etdiyi, yəni inkar etdiyi şeylərdir. Yaxşılığa əmr edib pislikdən çəkindirmək isə vacibdir və fərz-i kifayədir. Vacibdir və fərz-i kifayədir. Fərz-i kifayə nədir arkadaşlar? Fərz-i kifayə odur ki, bir qism insan yerinə yetirmək səbəbi ilə digər qism insanın üzərindən bu qaldırılır. Məsələn, cənazə namazı. Cənazə namazı fərz-i kifayədir. Yəni o deməkdir ki, kənddə, o bölgədə bir qism insan bir müsəlmanın cənazəsini qılarsa, digər müsəlmanların boynundan o günah qaldırılır. Bu fərz-i kifayənin tərifidir. Əgər yox, heç kim qılmazsa onun cənazəsini, məsələn, onda o həmən bölgədə yaşayan bütün müsəlmanlar günah daşıyır. Və həmçinin bu da dəvət də fərz-i kifayədir. Yəni əgər bir qism insan dəvət eləyərsə, o zaman yerdə qalan həmən bölgədəki bütün insanlardan onun günahı qaldırılır. Yox, heç kim dəvət etməsə, onda hamı günah daşıyır. Onda hər bir kəs yəni günah daşıyır. Ona görə şeyx gətirir ki, əgər bir insan kifayət qədər bunu yerinə yetirərsə, artıq yəni ayədəki yəni məsələ qəsd olunan hasil olur. Əgər yox, kifayət qədər bu yerinə yetirilməzsə, onda bütün müsəlmanların üzərinə vacibdir ki, Allah Teala dediyi kimi وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٍ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ. O sizin içərisində elə bir tayfa, elə bir insanlar olsun ki, yəni xeyrə çağırıb, yəni çağırsınlar və yaxşılığa əmr edib pislikdən çəkindirsinlər. Deməli, xeyrə çağırmaq Allah Teala burada yəni ilk olarak xeyrə çağırmakla başladı.
nə dedi? Ya'muruna yad'una ilal xeyr və ya'muruna bil ma'ruf və yenhauna anil munkar. Xeyrə çağırsınlar, sonra yaxşılığa əmr edib pislikdən çəkindirsinlər. Nəyə görə? Allah Teala birinci xeyrə çağırmaqla başladı. Nəyə görə? İkinci isə yaxşılığa əmr edib, üçüncü isə pislikdən çəkindirməklə başladı. Çünki deyir ki, xeyrə çağırmaq, yaxşılığa əmr etməkdən qabaq və həmçinin pislikdən çəkindirməkdən qabaq. Çünki xeyrə deyir, çağırmaq nə deməkdir? Xeyrə çağırmaq deyir, insanlara xeyri bəyan etməkdir. İnsanları namaza çağırmaq, zəkat verməyə çağırmaq, həccə çağırmaq, oruca çağırmaq, valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini gücləndirmək, bu kimi işlərə çağırmaqdır. Və buna oxşayan şeylər. Bunlar hamısı deyir ki, bundan sonra isə gəlir yaxşılığa əmr edib pislikdən çəkindirmək. Bu dövr gəlir. Birinci dövr insanları xeyrə çağırmaq. İkinci dövr yaxşılığa əmr edib pislikdən çəkindirmək və əmr etmək və demək ki, salli immə alə səbil umum. Ya deyirsən ki, namaz qıl umumi formada və yaxud da ki, xüsusi formada deyirsən ki, yəni bir kişiyə, yəni ki, əlindən tutaraq, namazında səhlənkarlıq göstərən bir kişiyə əlindən tutaraq deyirsən ki, xüsusi olaraq ki, namaz qıl. Yəni var umumi, var xüsusi. Çünki Allah Teala nə buyurur? Yəni, ya'muruna bil ma'ruf və yenhauna anil munkar. Yaxşılığa əmr edib pislikdən çəkindirmək. Sonra burada üçüncü mərhələ odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi kimi münkəri gördükdə o münkəri dəyişdirmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən ra'a minkum munkaran felyughayyirhu biyedihi. Yəni sizdən kim bir münkəri görərsə, münkər şəriətin inkar etdiyi bir şey, şəriətin qadağan etdiyi bir şey. Kim bir münkəri görərsə onu əli ilə dəyişdirsin. Fəilləm yəstədi fəbilisani. Əgər əli ilə dəyişdirə bilmirsə, onu dili ilə dəyişdirsin. Və illəm yəstədi fəbiqalbihi. Əgər yox, dili ilə dəyişdirə bilmirsə, onu da qəlbi ilə dəyişdirsin. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm, baxın qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm demədi ki, yəni kim bir münkəri görərsə, onu qadağan etsin. İncəliyə bax. Niyə? Çünki Allah nə deyir? Yəd'una iləl xeyr və ya'muruna bil ma'ruf və yenhauna anil munkar. Yaxşılığa əmr pisdən çəkindirməkdən öncə Allah Teala xeyrə çağırmağı deyir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də burada deyir ki, kim bir münkəri görərsə, onu birinci əli ilə dəyişdirsin. Deməli ki, onu qadağan etsin, əli ilə dəyişdirsin. Çünki deyir, bu mərhələ, yəni qadağan mərhələsindən üstün bir mərhələdir. Ondan sonra, əgər o mərhələni bacarmırsa, onda neyləsin? Onu dili ilə dəyişdirsin və onu da bacarmırsa qəlbi ilə dəyişdirsin. Yəni dili ilə dəyişdirmək deyil, yəni dili ilə dəyişdirmək deyəndə burada qəsd olunan nədir? Deməli, bu qadağan mərhələsidir. Bu qadağan mərhələsi. Əgər dili ilə dəyişdirə bilmirsə, onda neyləsin? Peyğəmbər sallallahu əleyhi və səlləm ki, onda qəlbi ilə onu dəyişdirsin. Yəni qəlbi ilə inkar etsin. Yəni onu xoşlamasın. Bu münkərə nifrət eləsin qəlbində. Aydın oldu? Və yaxşılığı əmr pislikdən çəkindirməkdə deyir, bir neçə ehtiyac görülən işlər var. Əgər sən bir insana yaxşılığı əmr edib pislikdən çəkindirirsənsə, bunun tələb elədiyi ehtiyaclar var. Birinci odur ki, yəni insan əmr etdiyi bu yaxşılığı və yaxud da ki, qadağan etdiyi o münkəri bilməlidir. Əgər bir insan əmr etdiyi yaxşılığı bilmirsə, o zaman onu əmr etməsi icazəli deyil. O zaman onu əmr etməsi icazəli deyil. Çünki nəyə görə əmr edəcək? Bilmir. Aydın oldu. Bəzən insan ola bilər ki, bir şeyin yaxşı olmasını zənn etsin, amma o münkər olsun. Bu da onu bilməsin. Ona görə sən bilmədiğin halda əmr etməyin doğru deyil. Ona görə şeyh deyir ki, Şeyh Hüseyin Rahimullah, lazımdır ki, birinci növbədə onun yaxşı əməl olduğunu biləsən. Şəriət buna, yəni, bunu təsdiq edib ki, bu əməl yaxşıdır. Yəni, Allah və həmçinin Rasulü. Və həmçinin lazımdır, yəni həmçinin münkəri biləsən. Əgər münkəri bilmirsənsə, münkəri inkar etməyin doğru deyil. Əgər sən deyir ki, bunun münkər olduğunu bilmirsənsə, o zaman ondan çəkindirmə, onu qadağan etmə. Çünki ola bilər ki, sən bir şeyi qadağan edərsən, amma o şey şəriətlə icazəli olan şeylərdən və şəriətlə
yəni yaxşı əməllərdən hesab oluna bilər. Sənə gizli qala bilər. Ona görə sən bir şeyi bilmirsənsə, yəni münker olduğunu onu çəkindirmirsən. Və yaxud da ki, bir şeyi qadağan edərsən, o şey mübah bir şey olar, icazəli bir şey olar. Yəni onu icazəli bir şey olar və sən deyib bunun səbəbi ilə də Allahın qullarını sıxıntıya salarsan. Sıxıntıya salarsan. Yəni ona görə də Allahın onlara icazə verdiği şeyi qadağan etmiş sayılırsan. Bu da böyük günahlardan sayılır. Allah Teala hətta şirkdən sonra bunu adlandırdı. Şirkdən sonra bu yəni, nəyi günah adlandırdı? Şirkdən də daha şiddətli. Yəni bir insanın Allah haqqında bilmədiyi şeyi danışması. Sən birinci bilməlisən bu münkerdir, ondan sonra inkar etməlisən. Və yaxud da ki, bu yaxşı əməldir, ondan sonra onu yəni ki, əmr etməlisən. Bəzən də deyir, bizim qeyrətli qardaşlarımızın çoxu deyir, görürsən tələsir. Mübah olan şeyləri deyir ki, qadağan edirlər, elə zənn edirlər ki, onlar o həmən onların qadağan etdiyi şey münkerdir və bunun səbəbi ilə bir Allahın qullarını sıxıntıya salırlar. Ona görə də vacib olan odur ki, bir şeyə əmr etməmişdən qabaq biləsən ki, o yaxşı əməllərdəndir. Və yaxud da ki, bir şeydə çəkindirməmişdən öncə bilməlisən ki, o münkerdir. Bu birincisi. Birincisi nə oldu? Biləsən, yaxşılığa əmr etdikdə və pisdən çəkindikdə onun yaxşılığın yaxşılıq olmasını bilməlisən və münkerin də münker olduğunu bilməlisən. Əgər bu yoxdursa, münkeri inkar etmək və yaxud da yaxşılığa əmr etmək, nəysə hansı bir şey əmr etmək icazəli deyil. İkinci, bilməlisən ki, çəkindirdiyin bu kişi, yəni yaxşılığı tərk edib ya etməyib və yaxud da ki, münkəri işləyib ya işləməyib. Yəni sən onu bilməlisən. Kiməsə yaxşılığı əmr edirsənsə, yəni bilməlisən onu tərk edib ya yox. Və yaxud da o münkəri işləyib ya yox. Əgər insan bunu etməyibsə və yaxud yaxşılığı tərk etməyibsə və yaxud münkəri işləməyibsə, sən bunu bilmirsənsə, deməli həmən şəxsi çəkindirmağın icazəli deyil. Aydın oldu. Çünki həmən şəxsi çəkindirmağın icazəli deyil. Çünki insanlar yəni artıq insanları bu formada götürmədə, töhmətlə, zənnlə insanlara yaxınlaşmaq. İnsanları bu formada götürə bilməzsən. Çünki Allah Teala Quran-ı Kərimdə deyir ki: "Ya eyyuhellezine amenu istenibu ketiran minez-zanni inne ba'de-zanni ismun." Ey iman gətirən kəslər, Allah Teala buyurur ki, ey iman gətirən kəslər, zənnin çoxsundan çəkinin, həqiqətən yəni zənnin bəzisi günahdır. Və la təcəssəsu və bir-birinizə qarşı cəsusluq etməyin. Zənnin pis, zənnin hamısı haramdır. Burada Allah da zənnin bəzisi günahdır. Deməli, zənnin icazəli tərəfi də var. Yaxşı zənn var və həmçinin sən onu zənn eləyərsən, o düzgün çıxmaz. Əgər deyirsən bir şəxsi məsciddə səninlə birlikdə namaz qılmadığını gördüyün zaman deyir ki, yəni bu onu gərəkdirmir ki, o başqa məsciddə namaz qılmasın. Bəzən də ola bilər ki, o başqa məsciddə namaz qılsın, bəzən də ola bilər ki, o üzürlü sayılsın nəyəsə görə. Ona görə sən deyir ki, yəni ona inkar etmək üçün getmə birinci olaraq. Birinci bil, onun üzürü var ya yox. Bəlkə başqa məsciddə qılıb. Həqiqətən deyir, bu belədir. Deyir ki, ancaq deyir ki, şeyx deyir ki, problem yoxdur. Bir nəfərin yanına gedib ondan soruşmağın və deməyin ki, ey filan kəs, səni biz məsciddə görmürük və yaxud səni biz məsciddə itirdik, bizdən namaz qılmadın. Bu kimi şeylər ondan gedib soruşmağın problem deyil. Amma deyirsən, yəni ondan soruşmadığın halda, və onun haqqında deyir, məclislərdə danışmağın bu icazəli deyil. Bu artıq qeybətdir. Çünki sən bilmirsən, ola bilər ki, o başqa məsciddə namaz qılsın. Və yaxud ola bilər ki, onun üzrü var. Elə bir dənə vəziyyətdir ki, səni tərk edib getməyə düşür. Sənlə birlikdə namaz qılmağı tərk edib getməyə düşür. Buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm görürsən, bir şeyi əmr etməmişdən qabaq birinci nə elədi? Necə ki, Səhih Müslimdə hədis sabit olub. Bir kişi cümə günü Peyğəmbər sallallahu aleyhi və səlləm xutbə verərkən məscidə daxil olur və oturur. Və təhiyyətin məscidi qılmadığı halda həmən şəxs oturur. Peyğəmbər s.ə.v ona deyir, "Əsalleytə, sən namaz qıldın mı?" O deyir ki, xeyr. Peyğəmbər s.ə.v deyir ki, qalx 2 rükət namaz qıl. Ona deyir, 2 rükət namaz qılmağı yəni əmr etmədi, ta ki ondan soruşana qədər. Ta ki ondan soruşana qədər ona əmr etmədi. Ki, sən namaz qılmısan ya yox. Birinci ondan soruşdu. Amma hal zahir nəyi göstərirdi? Kişi məscidə girdi və namaz qılmadığı halda oturdu. Peyğəmbər s.ə.v gördüyü bu idi. Zahir bunu göstərirdi. Amma Allah Resulü s.ə.v ondan soruşmadan
onu inkar etmedi. Aslında bu münker idi Peygamber sallallahu aleyhi ve selleme göre. Neye göre? Çünkü Peygamber sallallahu aleyhi ve sellem ne buyurur? Sizden biriniz mescide girerken 2 rekat namaz kılmasa oturmasın diyor. Qadağan eləyib. Artık qadağan eləyibsə deməli bu münkerdir. İnsanın 2 rekat namaz kılmayıp oturması. Peygamber sallallahu aleyhi ve sellem'e göre bu münker idi, münker değildi. Münker. Lakin o münkeri inkar elədi, eləmedi. Niye? Çünkü Peygamber sallallahu aleyhi ve sellem'de ihtimal var idi. O şahs başka meşridin başka tarafında kılsın, Peygamber sallallahu aleyhi ve sellem onu hissetmesin. İhtimal var idi var. Ona göre Peygamber sallallahu aleyhi ve sellem ona soruştu. Ki sen ne için, yani niye oturdun? Namaz kıldın. O da dedi ki hayır, deyir, onda kalk 2 rekat namaz kıl. Ve münker de belədir. Bir şəxsə hər hansı bir münkəri gördüğümüz zaman onu bilinceye kadar inkar etməyin doğru değil. Ki o münkere düşüp düşmüyor. Eğer bilsen ki doğrudan münkere düşüp o zaman inkar etməyin onda icazəlidir. Və yaxud da ki deyir ki eğer deyirsən bir qadını bir şəxslə bir maşında getdiyini görürsən. Sənə icazəli değil ki yani onun hakkında danışasan. Və yaxud da o qadın hakkında danışasan. Niye göre? Çünkü olabilir ki bu qadın onun məhrəmlərindəndir. Olabilir olmaz. Olabilir zövcəsidir, olabilir anasıdır, olabilir bacısıdır, olabilir vesaire başka bir şey olabilir. Hatta sen bilene kadar ki yani bu bunun məhrəmlərindən değil. Bunu bilene kadar sen onu danışmağın və yaxud da ki o münkəri inkar etməyin yani doğru değil. Ona göre şey ki mühim olan odur ki yani insan bilməlidir. Bu yani yaxşı bir şeydir. Ondan sonra əmr etməlidir. Və yaxud münkər də ondan sonra yani çəkindirməlidir. Ve sonra şeyh getirir ki həmçinin yaxşılığa əmr edib pisdən çəkindirən şəxsə lazımdır ki bu da incəliklərdəndir. Ne lazımdır? Yani əmr ettiğinde, qadağan ettiğinde yumuşak olsun. Hem əmr ettiğinde hem de qadağan ettiğinde yumuşak olsun. Çünkü deyir ki Allah kime verir? Yumuşak olana. Allah sərtlik, zorakılıq göstərənə vermir. Sen istəyərsən onun hidayət olması, sen istəyərsən onun neden çəkim ama yani senin istemeyin kobud formada diyersen o iş alınmaz. Alınması iş de alınmaz. Neye göre? Çünkü Peygamber sallallahu aleyhi ve sellem diyor ki Ayşe radıyallahu anh'e ey Ayşe diyor Allah diyor yani yumuşaklıkla olunan her bir işi sever. Her bir işi yumuşaklıkla olunan her bir işi sever. Başka rivayette diyor ki Allah yumuşaklıkla olunan her bir işe bereket koyar. Eğer sen bir şeyin bereket koyulmasını ve Allah'ın sevilmesini istiyorsan de onda yumuşak davranmalısın. Hikmetli olmalısın. Hatta görsen yani Allah Teala Musa'nı ve hemşin Harun'u gönderende Firavun'un üstüne ne dedi? Yani yumuşak davran. Onlar onu yumuşak davran, yumuşak davet ediyor. Yani neye göre? Çünkü bu mühimdir. Sen sert davransan, pis davransan, o sana onun işi senin dəvətin haqq olan yok, onu qırağa qoyub, senin ona pis davranmağı ilə məşğul olmağa başlayacaq. Ona qarşı sadece cavab hazırlayacaq. Ona lazım olan çatmayacaq. Ama sen yumuşak davransan, ona hemen o şey çatacaq ve o da hidayet olmasına sebep olacaq. Çünkü hadiste Peygamber sallallahu aleyhi ve sellem diyor ki innallah yu'ti ala rifq ma lem yu'ti ala unf. Yani Peygamber sallallahu aleyhi ve sellem diyor ki Allah subhanahu teala yumuşaklıkla olan işi yani o davranan şahsa verer. Yani sertlikle davranan şahsa yok. Ona göre sen diyor ki eğer ki mesela nəsihət etmək istəyirsənsə, yəni əgər bu nəsihətlikdə sən deyir ki, nəsihət etdiyin şəxsə zorakılıq göstərərsənsə, pis davranarsansa, yəni ola bilsin ki, deyir, qaçsın. Və həmçinin o deyir, o izzətli, üstün olan şeyi günah kimi götürə bilər. Və sənə tərəf yönəlməz. Ama sen deyir ki, yani eğer ona en güzel formada davransan, en güzel formada gelsen ve o zaman deyir, o oyundan faydalanacaktır. Sonra gayet 3. şerh. Subhaneke Allahümme ve bihamdik ve eşhedü en la ilahe illallah ve estağfurke ve etûbü ileyk.